Təzyiq hansı qoldan ölçülməlidir? Bizim insanlarımızda belə bir inanc var ki, təzyiq sol qoldan ölçülməlidir, çünki ürək solda yerləşir. Əslində ürəyimiz solda yerləşmir və təzyiq ölçülərkən də hər iki qoldan ölçülməlidir. Hansı qolda daha yüksəkdirsə, o təzyiq diqqətə alınaraq müalicəyə başlanılmalıdır və hər dəfə də çalışmaq lazımdır ki, yüksək olan yerdən təzyiq ölçülsün. Amma bununla yanaşı təzyiq ölçərkən bəzi şeylərə diqqət etməliyik. Bunlardan birincisi səssiz və sakit ortamda ölçülməlidir. İkincisi 5 dəqiqə dincəldikdən sonra təzyiq ölçülməlidir. Üçüncüsü əsəbi vaxtlarda təzyiq ölçmək olmaz. Siqaret, çay və qəhvə içdikdən 30 dəqiqə sonra ancaq təzyiq ölçülə bilər. Təzyiq ölçülərkən ayaqlar yerə dəyməlidir. Yəni ayağımızı ayağımızın üstünə atmamalıyıq. Kürəyimizi arxamıza söykəməliyik. Qolumuz da masanın üzərinə qoyulub bu şəkildə olmalıdır. Bütün bunlara diqqət etdikdən sonra doğru təzyiq ölçümü aparıla bilər.